Bismillah və billah. Uca və mərhəmətli Allahın adıyla qəlblərimizə huzur, sözlərimizə hikmət diləyərək əziz dəyərli izləyicilərimizi salamlayıram. Allahın salamı olsun Qurani-Kərimin işığında bizə doğru yol göstərən Məhəmməd Peyğəmbər salavatullah və onun pak əhli beytinin üzərinə. Biz bilirik ki, Məhəmməd Peyğəmbər salavatullah bizə iki gözəl əmanət qoyub. Biri Qurani-Kərimdir, digəri isə Əhl-i Beyt əleyhissalamdır. Nə xoş olsun bizim halımıza ki, biz müsəlmanıq, dinimiz İslamdır, kitabımız Qurani-Kərimdir, Peyğəmbərimiz aləmlərə rəhmət olan Məhəmməd Peyğəmbər salavatullahdır, Vəlimiz Əli əleyhissalamdır və yolumuzun nuru, paklıq və hidayət vasitəmiz Əhl-i Beyt əleyhissalamdır. Allaha bu nemətlərə görə nə qədər şükür eləsək də təbii ki, azdır. Və biz bugün İrs Media əməkdaşları olaraq belə qərara gəldik ki, həssas, amma yanlış anlaşılan bir mövzu ətrafında müzakirə aparaq. Həmin bu mövzu müqəddəs Qurani-Kərimin Əl-Bəqərə surəsinin 256-cı ayəsidir ki, Lə ikrahe fiddin, dində məcburiyyət yoxdur. Bəzi insanlar bu cür başa düşür ki, dində heç bir qayda yoxdur, kimin ürəyi necə istəyir, o cür də yaşaya bilər. Təbii ki, biz razıyıq, imanı insana məcbur qəbul etdirmək olmaz. Amma bir halda ki, biz artıq müsəlmanıq deyirik, dinimiz İslamdır, o dinin qayda və prinsipləri var. Yəni ki, əslində azadlıq bizim seçimimizdədir, amma seçim etdikdən sonra isə məsuliyyətimiz artır. Yəni, bəziləri dində məcburiyyət yoxdur ayəsini bu cür yanlış anlayır ki, azadlığı qaydasızlıq kimi görür. Amma əslində ayə imanın zorla deyil, qəlblə qəbul olunmasıdır. Təbii ki, mən heç kiməm bu haqda mövzu açım, aydınlıq gətirim. Mən sadəcə olaraq bir aparıcıyam və bir neçə, belə deyim, əziz dəyərli insanlar tərəfindən tənqid qəbul edim ki, bəzi hallar olur ki, təbii ki, bəzi müəllimələr olur, ilahətçi xanımlar olur, tədbirlərdə, məclislərdə bu sözü istifadə edirlər. Dində məcburiyyət yoxdur. Amma aydınlıq gətirmirlər. Bu da bəziləri üçün bəhanədir. Mən də düşündüm ki, əgər tənqidi qəbul eləmişəmsə, bu da bizim boynumuza bir haqdır. Kimlər bilir, xoş halına. Bilməyənlər də bizim vasitəmizlə bilsin, öyrənsinlər. Haqq bizim üzərimizdən götürülsün. Amma indi onlar öyrənəndən sonra yenə də əməl eləməyəcəklərsə, təbii ki, seçim onlarındır. Bəziləri deyir ki, biz müsəlmanıq. Amma Qurani-Kərimdən heç xəbərləri yoxdur. Və nə zaman ki, söhbət namaza, hicaba gəlirsə, şablon olaraq bir söz istifadə edirlər. Dində məcburiyyət yoxdur. Hərçənd ki, bu ayənin nə təfsirindən xəbərləri var, nə tərcüməsindən xəbərləri var. Ona görə də bugün Allahın izni ilə studiyamızda əziz dəyərli qonağımız var. Hər kəsin başa düşə biləcəyi dildə bu mövzuya aydınlıq gətirəcək. Və bəzi əziz izləyicilərimiz var ki, hər dəfə bizə buyururlar ki, hansısa mövzu ətrafında müzakirə olunanda zəhmət olmasa qəliz dildə, elmi dildə danışmayın ki, biz də başa düşük. Hamımızın elmi yoxdur, biz də bunu nəzərə aldıq. Və çox vaxt almaq istəmirəm. Əziz, dəyərli qonağımızı təqdim eləmək istəyərdim. Xanım illərdir İslam yolunda, Əhl-i Beyt yolunda mərifətlə, ixlasla xidmət göstərən bir xanımdır. Özü buradadır deyəni yox. Özü burada olmayanda da, məsəl üçün yanımda olmayanda mən tədbirlərdə, məclislərdə demişəm ki, xanım elm əhlidir, amma elmin haqqını verən biridir. Nə zaman ona müraciət olunur, təmənnasız, hər kəsə xidmət göstərir. Onu da nəzərinizə alın ki, bəzi insanlar şikayət edirlər ki, sizin bəzi müəllimələrimiz var, ilahətçi xanımlarımız var. Biz heç onların qəbuluna düşə bilmirik. Yazırıq, saatlarla cavab yazmırlar. Bəlkə nəsə ehtiyacımız var. Bəlkə onların bir sözü bizim yarı yolda qalmışıq, məsəl üçün. Bir sözləri bizə bir vasitə olacaq ki, biz hidayət olunacaq, islah olunacaq və s. və s. Şikayət qəbul. Yəni, bir neçə hallar olub ki, mən şikayət qəbul eləmişəm. Bunu da istədim buradan deyim ki, əgər biz elmi öyrəniriksə, onun haqqını verməliyik, öyrətməliyik və unutmayaq ki, o sözü ki, deyirlər, bəzi ilahiyyatçıların qəbuluna düşə bilmirik. İnşallah onlar qiyamət günü elm qapısında İmam Sadiq əleyhissalama cavab verəcəklər. Elə çox vaxt almayayım, əziz dəyərli ilahiyyatçı xanımımız Aybəniz Cəfərova. Aybəniz xanım, xoş gəlmişsiniz. Sizi burada görmək mənim üçün çox xoşdur. Bəzi müəllimə, mənim də müəlliməm olub, əziyyətimi çox çəkib. Allah elmimizə, ömrümüzə bərəkət versin və təşəkkür edirəm. Siz burada görürəm, vaxtınızı, dəyərli vaxtınızı ayırmışsınız, buradasınız. O gün sizinlə danışanda dedim ki, belə bir tənqid olub ki, istəyirlər ki, aydınlıq gətirək, bəzilərinin bəhanəsi kəsilsin də. Siz dində məcburiyyət yoxdur, hansı dinə şamil olunub? Orada nə nəzərdə tutulub, zəhmət olmasa?
Mən də salamlayıram bütün izləyicilərimizi. Allah bu verilişimizi daim eləsin. Bu kanalın izləyicilərinin hamısını bir daha salamlayıram. Hamınızı xoş gördük deyirəm. Dəvətə görə də çox sağ olun. Təşəkkür edirəm sizə. Bismillahirrahmanirrahim və bihi nəstəyin və huvə xeyrun nasirin və muin. Sual ki, düz Bəqərə surəsi 256-cı ayədir. Bəli, bu ayə haqqında çox yerlərdə anlaşılmazlıq yaranır. Çox toxunurlar mövzuya, amma anlaşılmazlıq da öz yerindədir. Amma əslində bu ayənin bəli, təfsiri tamam başqa cürədir. Təfsir bu cürdür ki, Əbu Həsin adlı Peyğəmbər sahabəsi bir sahabə idi. Onun iki övladlarını Şama aparmışdılar, Məsihə eləmişdilər. O gətirdi övladlarını Peyğəmbərin huzuruna ki, sən onlarla yenə danış, qoy İslamı qəbul etsinlər. Elə bu zamanda da ayə nazil oldu ki, dində məcburiyyət yoxdur. La ikrahe fiddin orada gəldi. Yəni, usulda məcburiyyət yoxdur. Yəni, usul-i-dində məcburiyyət yoxdur. Yəni, əqidədə məcburiyyət yoxdur. Çünki insan əqidə məsələsində, məsələn, belə deyək, ateistə sən zorla İslamı qəbul etdirsən, bu doğru bir şey deyil. Məsələn, xristiyanı müsəlman eləyə bilməzsən. Yahudini sən müsəlman eləyə bilməzsən. Amma bəzi insanlar ki, bu sözdən istifadə edirlər, orada onlar bəli, təfsirini bilmədən bu işə yanaşırlar. Əlbəttə ki, usulda məcburiyyət yoxdur. Çünki əqidə məsələsi təqlid məsələsi deyil. Kiməsə təqlid eləyəsən, amma Furuddində isə məcburiyyət var. Bəli, vacibatlarımız var. 10 dənə vacibatdır ki, onlardan hamısını inşallah ki, hər birimiz bitirik inşallah. Yəni biz İslam dinini qəbul edəndən sonra Bəli, İslam dini qəbul olar, artıq vacibatlardır. Hər biri ayrı-ayrı vacibat. Yəni bunlar bu məcburiyyət məsələsi ki var, onu niyə görə doğru anlamırlar? Yəni ya tərcümə heç, təfsiri bilmirlər də. Bəli, təfsiri bilmirlər. Ayə nə üçün nazil olub? Bəli. Din üçün, hansı din üçün? Bəli. İslam dini üçün, məsələn, xristian dini üçün. Bəli, heç bir dini zorla qəbul etdirmək olmaz. İslamda bu ayədə gəldi ki, onu göstərdi ki, heç kəsə dini zorla qəbul etdirmək olmaz. Dəyərli izləyicilərimiz, yəni burada söhbət İslam dini, xristian din olaraq dindən gedib. Burada söhbət namazdan, hicabdan getmir. Yəni buna istədik biz aydınlıq gətirək. Bəzi hallar olur ki, bir xanımdır, ailə qurur. Ailə qurmamışdan öncə namaz da yoxdur, hicab da yoxdur. Bəy məsəl üçün yoldaşı məcbur eləyir. Xanım da namaza başlayır, hicaba keçir. Bir müddətdən sonra indi bəy olmur, nəsə problem olur. Xanım namaz da qılmır, hicabı da açır. Sonra deyirlər, gördünüz, axı bu məcbur eləmişdi bunu. Belə məcburiyyətlə namaz qılmaq olar. Bax, buna bir dənə zəhmət olmasa istəyərdik. Bəli, həyat yoldaşı əslində ona bir müsəlmanlığını xatırladır. Çox xanımlar da var ki, elə onunla da dinə də gəliblər, maşallah da irəli gedirlər. Və hətta dua edirlər ki, sağ olsun mənim yoldaşım ki, məni bu yola gətirdi. Amma bəzən də elə xanımlar da var ki, onlara çətin gəlir yolun davamını etmək, ağır gəlir və eyni zamanda da evdə İslam yaşanmır. Din evdə yaşanmır. Həyat yoldaşı tələb eləyir. Hökmən namaz, hicab, oruc və ilə axırı, amma özü belə əməl eləmir. Və bu da pis ördək olur həyat yoldaşına. Düzdür, həyat yoldaşı gərək ona baxmasın. Hər kəs öz qəbrinə qoyacaqlar da. Heç kəsi sorğu-sualı heç kəsə aid deyil. Hər kəsinki özünə aiddir. Düzdürmü? Ona görə də hər bir xanım da bunu başa düşməlidir ki, mən Allahın bəndəsiyəm. Mən əgər həyat yoldaşım dəvət eləyibsə də, mən bunu Allaha görə qəbul etməliyəm, həyat yoldaşıma görə yox. Və yaxud mümkün də həyat yoldaşından elə sevib, o dini həvəslənib, gəlib, təşviq olunub, amma sonradan özü ki, bu addımları ata bilmir, özünə ki, çətinlik gəlir, orada dayanır, bax, orada halbuki lazımdır ki, oradan irəli getsin. Tam əksinə, mən Allahın bəndəsiyəm, həyat yoldaşımdan mənə heç bir aidiyyəti yoxdur, o da gedir sərbəst, mən də öz yolumu sərbəst getməliyəm. Yəni, bir növ Allaha gedən yolu bir zirvə hesablasaq, təsəvvürləsək, zirvənin ətrafı, dağın ətrafından insanlar, minlərlə, milyonlarla insanlar o zirvəyə tərəf addım atırlar. Hərəsinin də öz yolu var, hərəsinin də öz qaydası var, hərə öz vaxtı var, hərəsinin də öz yeri var. Yəni, burada artıq mənim həyat yoldaşım, məsələn üçün, məni zorla gətir deyənə mən də buraxdım,
bu insanın özünün xarakterində olan bir şeydir. Aha, mən də Onu da bunu deyim sizə. deyəcəkdim, Çünki insanın ümumiyyətlə xarakteri onun yıxıldığı yerdəndir. Onun imanı da elə orada bəlli olur. Aha, aydındır. Bəzi hallar olur ki, məsəl üçün bir xanım özü öz istəyinə hicaba da keçir, namaza da gəlir. Əvvəl şövqlə, sonra o Allah ki hansı qəbahətləri bəyənmir. Məsəl üçün onlarla üzbəüz gələndə ya onları tərk eləməlidir, ya bunu tərk eləməlidir. Amma yenidən namazdan da, yəni namazda qılmır, hicabı da yəni tərk edir. Bax bu neydən asılıdır? O ki deyirsiniz sevərəkdən gəlib, hələ o sevgi deyil. O sevgini hələ dadmayıb, sadəcə həvəsə düşüb. Əvvəl hamısı həvəsə düşüb, gözləntisi olub, köklü olmayıb bu sevgi. Kökdən gələn sevgi başqa bir şeydir. Kökdən gələn sevgi elə bir üstdəki sevgi insanı gətirir ta kökdəkinə birləşdirməlidir ki, oradan çay qaynasın, bulaq qaynasın insanlar. Artıq onu o qədər sevir ki, onu heç kəs ayıra bilməz o hicabdan. Amma ki o insan ki gəlir bir həddə çatır ki, yavaş-yavaş o qəbahətləri tərk eləməlidir. Nəfsinə hansı şey rahatdır, o şeyləri buraxa bilmir. Belə deyək, ağılla qəbul eləyib ki, məntiqlə qəbul eləyib ki, hicab vacibdir. Amma nəfsi qəbul eləmir. Nəfsi qəbul eləmədiyinə görə o qəbahəti davamlı eləmək istəyir, rahatdır bunu buraxmaq, bunu buraxır. Aha, aydın. İndi baxın bu qəbahətlər ki var. Məsələn, istəyərdim siz bizə məsləhət görəsiniz ki, o deyəsən siz indi dərs keçirsiniz. Bəli. Oradakı nəfslə mübarizədir. Bəli. Əvvəlcədən tutaq ki, indi hicaba gəlib, düzdürmü? Onunla bərabər o dərs də keçməlidir də, düzdürmü? Mütləq. Yəni mütləq. İkisi də bir yerdə. Mütləq. Bəli. Bir də Quranda ayə var ki, ailə üzvlərinizi namaza əmr edin, özünüz də buna səbr edin. O əmr etməklə məcburiyyət arasındakı fərq nədir? Onu soruşurlar. Əmr edin ümumiyyətlə sözü biraz bəzən çox o da səhv anlaşılır. Əmr bimərufda da eləncəydir. Əmr bimərufda insanlar elə bilirlər ki, əmr olunmalıdır. Dur, namaz qıl, dur, oruç tut, dur, nə bilim, hicab ki. Amma halbuki dəvət deməkdir, dəvət edin. Dəvət sözünün fərqi var əmrdən. Dəvətdə onun təqdimatı da bir başqa cür olur. Fikir verin, adicə bir dəvətnamanı birinə aparıb verəndə ona necə edirsən, bir qəşəng bir yazı yazırsan, konvertə qoyursan, üstünə bir işarə qoyursan, adını yazırsan, təqdimat çox gözəl formada, hörmətlə filan kəsdən, filan kəsi dəvət edirik. Gətirib təqdim eləyəndə də bir gözəl formada təqdim edirik. Fikir verdiniz. Bu təqdimatla dur başı bağla, dur namaz qıl, dur oruç tut, tam başqa şeylərdir. O da insanda da bir dənə xüsusiyyət var ki, əmri xoşlamır. Ona görə. Çünki ümumiyyətlə məcburiyyət məsələsi iman qəlbə aid olan məsələ olduğuna görə. Məcburiyyət insanda ikrah hissi oyadır. Ona görə gəlin məcburiyyət olmasın. Bir də nə soruşacaqdım sizdən Aybəniz müəllimə. Bəzi insanlar yenə də şablon olaraq namaz yoxdur, hicab yoxdur. Deyir, mən Allahı sevirəm. Sevirəm, nə olsun namaz yoxdur. Qəlbim təmizdir. Çox aktual bir mövzudur. Bir çoxları bunu təbii ki, bəhanə eləyir. Qəlb təmizdir, orada namaz da yoxdur, hicab. Allahın vacibiyyəti yoxdur, amma Allahı sevirəm. İnşallah ki, doğru olar. Allahın sevgisi onun qəlbində olmuş olar. Amma bəzən də özümüzü aldadırıq bundan. Fitri olaraq insanın qəlbində Allaha sevgi var, məhəbbət var. Və var olduğunu insan əgər həqiqi mənasını anlasa ki, doğrudan da bu sevgi hansı sevgidir, onun qabağında heç bir maneə dayanmaz. Əsl sevgi insanın qəlbindən qaynayıb çıxan sevgidir. Onun qabağını heç kəs ala bilmir, heç nə də ala bilmir, heç bir bəhanə tuta bilmir. Və hətta o bir haldır desəm, yanılmaram. O elə bir haldır ki, ilahi sevgi elə bir haldır ki, insanı tamam dönüşdürür. Əgər bu insan hələ də deyir, sevirəm, amma içimdə, ürəyimdədir və ilaxır, heç nə mənə lazım deyil, nə namaz, nə obrisi filan. Bunlar hamısı hələ ki, qəflətdəndir. İnşallah ki, Allah olan da qəlbinə iman nurunu salar. Onlar da bir günləri anlayarlar. Necə ki, biz də zamanda anlamamışıq. Heç kəslik qınamalı da deyil. Çünki onu anlayıb, onu bilir. Görürsünüz, İslam deyir ki, bir adama çox həddən artıq deməyən bir şeyi. Yəni, bir insanda ikrah hissi oyatmayan, çox deməklə əməl elə, özün göstər. Özün göstərsən, səndə o görüb elektriklənəcək. O cəzb olunacaq. Ona görə göstərməyə daha çox üstünlük verir İslam. Ona görə deyirlər ki, güzgü olun. Güzgü nə danışmaz insana eybini göstərəndə.
nə arxasınca deməz, nə insanı incitməz, nə qırmaz və üzünə göstərir, amma səssiz. Sizə çox gözəl. Baxın, indi ailədə uşaqlar olur da, düzdürmü? Bəli. Uşaqlarla böyüklərin psixologiyası eyni deyil. Bəli. Bir-iki dəfə desəm namaz qılmaq lazımdır, deyirəm, "Oca sən bizi məcbur eləyirsən." Onda bu şablon sözdür də. Bu məcburiyyətlə təşviq arasındakı biz necə eləməliyik ki, dəvət kimi, amma o yəni uşaqlar üçün, böyüklər üçün yox da. Bəli. Bax, onu necə biz eləməliyik? Birincisi budur ki, insan bu özü səbr istəyir insandan. Bəli. Çünki davamlı prosesdir, uzun sürən prosesdir. Yəni elə namaz qılmaq lazımdır deyək, birdən-birə hər şey qaydasında olacaq, elə bir şey yoxdur. Səbrlə bunu davamlı surətdə bu uşaqla danışılmalıdır. İslam ona göstərilməlidir, tanıdılmalıdır. 7 yaşdan İslamı mən deyirəm, hər yerdə də deyirəm bunu. 6 yaşdan məcburi təhsilə ki, uşaqları yönləndiririk. Bəli. Amma 7 yaşdan İslami təhsilə yönləndirməliyik. Əsl məcburi təhsil budur. Bəli. Çünki valideynin boynunda Allah ona haqq qoyur. Biz ada fikir veririk, 3 dənə vacibat var ki, daha doğrusu valideynin üzərində haqq var, övlad haqqı. Birinci, yaxşı ad qoymaq. İkinci, ona İslam təlimləri öyrətmək. Üçüncü, onu evləndirmək, düzdürmü? Bəli. Biz ikinciyə diqqət eləmirik. Üçüncüdə səsi çıxır ki, mənim uşağım namazını atdı, mənim uşağım ibadətə səhlənkardır, mənim uşağım bəylaxırı və s. Bütün bunların səbəbi odur ki, uşağa köklü surətdə İslamı kökündən sevdirmək lazım idi. Uşağa bir dənə müəllimin bir dənə kəlməsi belə bir ömrünü dəyişdirəcək qədər təsir qoya bilən bir şeydir. Bir ustadın olması. Ona görə müəllimin nəfəsi də özü də yaxşı müəllim ola, seçəsən Əhl-i-Beyt özü də bizə buyurur ki, müəllimləri seçəndə düzgün seçin, axtarış aparın. Yaxşı müəllim seçəcəksən, uşağa verəcəksən, uşağı özü yavaş-yavaş evdənsən, çöldən də müəllim onu idarə eləyəcək, inşallah gətirib doğru yola çatdıracaq. Ondan sonra əgər azarsa da o valideynin boyunda bir haqq yoxdur. Aydın məsələdir. Biz hər proqramımızda qonağımıza bir ənənə olaraq hicabla bağlı sual veririk. Bəzi iradlar olur ki, bizə hicablılar toyda rəqs edirlər. İndi orada belə bir məkandır ki, orada həm musiqi var, həm naməhram var. Həm də hicablılar oynayırlar. Bax, bununla bağlı. Sonra elə məkan olur ki, orada naməhram olmur, amma musiqi olur, yenə də oynayırlar. Bax, bununla bağlı istərdik bir qısaca açıqlama verəsiniz. Çünki çox sual verirlər. Hər dəfə də... Bəli. Birincisi ki, haram, Allah bir şey ki, haram buyurub bizim üçün. Bəli. O haramın bizə ziyanı var deyə buyurub. Və bu haramlar deyəndə ki, biz, yəni insana yaraşdırmır Allah Teala o şey eləmək ki, deyir haramdır bu. Məsələn, bir hicablı xanım hicabı əgər tam dərk eləyibsə, əlbəttə ki, o heç o nə naməhrəm olan məclisdə oturmaz, nə də oynamaz, nə də və ilaxıra. Çox böyük ehtimal ki, onun o haqda bilgisi yoxdur. Vəzifəmiz birinci onu bilgiləndirmək. Birinci budur. Bəli. Danışmaqdan çox bilgiləndirmək. Yəni onun haqqında danışmağa ehtiyac yoxdur. Bilgiləndirmək. Bilgiləndirdin, dolayısıyla yolla izahatı verdin, başa saldın. Ondan sonra bırax öz halına. Bilib bu işi hərəkət edən adamlar ki, bayaq toxunduq o, dedi ki, ağlı qəbul edir, nəfsi qəbul eləmir. Bəli. Nəfsi qəbul eləmədiyinə görə hansı rahatda ona qaçır. Meyli hara çəkirsə, ora gedir. Ona görə də bu hadisələr baş verir. Haram, bəli, o ki, naməhrəmlə bir məclisdə olmaq, məxsusən haram musiqi olan yerdə bu 2 haram. İçki də varsa, bu da 3-cü haram. Düzdürmü? Bəli. Bir xanımın orada olması əlbəttə ki, yaxşı bir şey deyil. Bir hicablı xanımın məxsusən də. Bəli, məsəl üçün... Bir dənə də bir şey xatırladım. Bəziləri bilir ki, bu hicablıya aiddir. Ümumiyyətlə, haram məclis. Nə hicablı, nə hicabsız. Nə dindar, nə qeyri-dindar. Hamıya aiddir. Amma hicablıdan bu daha çox gözlənilir ki, hicablı xanım artıq zahirdən də olsa özünü elan elətdirib ki, qəbul elətdirib ki, mən Allaha bəndəlik edirəm. Ona görə insanlar onlarda ən xırda nöqsanı belə görürlər və hətta mikroskopla da böyüdürlər. Biz gəl ona diqqət edək. Əlbəz müəllimə, illər öncə, belə deyim də, toylarımız olurdu. Hətta xanımlarımız çarşabda olurdu, hicabda olurdu, toylarımız da olurdu. Amma toylar ayrı olurdu. Bəylər ayrı, xanımlar ayrı. Xanımlar bəylərin, belə deyim, ora
palatka deyirdilər də, əvvəl ora daxil ola bilməzdi. Yəni indi bəlkə bəziləri deyir ki, o keçmişdə idi, siz neçənci əsrdə qalmısınız. Əslində iffət, mən düşünürəm ki, həya hər dövrə aiddir də. Yəni o vaxtda belə bir şeylər var ki, toylar ayrı olurdu, düzdürmü? Onunla bağlı zəhmət olmasa. O dövrün toyları ki, bəli, onları biz də müşahidə eləmişik, zamanda görmüşük. Amma o dövrün, o zamanın kişiləri bir başqa cürə idi və qadınlar da onlardan o yolu götürürdü. Yəni bir kişiyə, bu günləri bir kişiyə rahat şalvarı geyindirdirib, əgər küçəyə çıxıb başqasının qabağında oynaya bilən bir qadın üçün bu günləri bu söhbətləri danışmağımız faydasızdır. Çünki niyə görə? Çünki evin içində əsas bu işin başında kişi oturur. Əsas meyər kişi. Bəli, həyat yoldaşı gərək bu şeylərə icazə verməsin. Qadın duyğu ilə özünü idarə edən varlıqdır. Duyğu daha çox onda üstündür. Kişi bu mövzularda ona görə Allah Taala evdə ailənin başçısı olaraq kişini qərar verir ki, rəhbər olaraq, evin başçısı olaraq o qərar verir. Görürsünüz, İslam deyir ki, bir həyat yoldaşı, diqqət edin, həyat yoldaşından icazə istəsə ki, nazik paltarla küçəyə çıxsın, bazara getsin, əgər icazə versə dəyyusdur. Hədisdir, diqqət edirsiniz. O dövrdə bu hədislərə çox diqqət olunurdu. O, bilirsiniz, modern cəmiyyət bu günləri o təbliğ olundu. Zəhərli informasiyalar insanların beyninə yeridildi və insanlar üçün adiləşdi artıq. İffət kənara getdi. Bu gün biraz o məsələləri saxlayan bir keçmiş nənə xanımlarımızdır, nənələrimiz, analarımız. Bir də bugünün dindarları ən çox buna diqqət edirlər. Fikir versəz ki, onlar həmin cəmiyyəti elə bir ki, sanki daha gözəl formada təqdim eləmək istəyirlər. Şükür Allaha ki, yenə də bu ələ gəlib heç olmaya. Yəni bu da olmasaydı necə olardı? Cəmiyyətimiz doğrudan da bərbad bir vəziyyətdədir. Amma qadın palatkasına da elə eyni elə bir kişi girə bilməzdi. O zamanlarda kişi palatkasına da qadın girə bilməzdi. Bunların hamısının rəhbərlik kişinin əlindədir. Bu günləri mən deyərdim, oğlanlarımıza düzgün tədris olunmalıdır. İslam çatdırılmalıdır ki, onlar da öz övladlarını o ruhiyyədə yetişdirsinlər, o ruhiyyədə böyütsünlər ki, ən azı hər kəs öz ailəsindən başlasın. Cəmiyyət nədir? Cəmiyyət kiçik ailədən başlayır. Hərəmiz bir cəmiyyət bir evdə, düzdürmü? Hərəmiz bir cəmiyyət yetişdiririksə, bizim sabahki cəmiyyətimiz bizlərdən ibarət olacaq. Bizim gələcək nəslimizdən ibarət olacaq. Ona görə bu günləri ən azı bu təhsilə diqqət olunmalıdır ki, və bu qaydalar təlim olaraq keçirilməlidir cavanlara ki, gənc nəsil bundan sonra öz addımlarını atanda artıq bilsinlər ki, hansı, nəyi necə eləmək lazımdır. Amma qadın olaraq ki, bu günləri bir qadın əgər buna diqqət eləmirsə, yenə də bayaq toxunduğum ki, bu həyat yoldaşı ilə bağlı olan məsələdir. Ona görə başı papaqlı o ailədə kimdirsə, onun qeyrətini çəkən də ot. Fikir vermişsiniz də, mələklərdir, 3 yerdə gülürlər insana. Onların güldükləri yerdən biri də ki, qadın dünyasını dəyişəndən sonra onun başına kəfən örtürlər, yaylıq örtürlər. Mələklər onda gülür. Sual olunur ki, niyə gülür? Deyir, ona görə gülürlər ki, mələklər ki, cavanlıqda hansı ki sağ idi, sağlam idi, qəşəng idi, cəlb edici idi və naməhrəmi özünə cəlb eləyirdi. Onda bunun başı papaqlısı qeyrətə gəlmirdi. Amma bu günləri hansı ki ona ikrah hissi ilə baxır hər kəs. Heç kəs ona meyl eləməz. Bununla belə deyir, çəkilin kənara, məhrəmləri gəlsin, qəbrə qoysun xanımı. Diqqət edirsiniz. Mən, düzdür, bu mənim fikrimdir. Düşünürəm, namus, qeyrət, şərəf, vicdan dövrə baxmır da, düzdürmü? Hər dövr üçündür. Həya, abur, ədəb, ərkan. Mən düşünürəm ki, hər dövr üçündür. Bəziləri deyəcək ki, keçmişə niyə qayıdırsınız? Elə çox adamlara deyir, nə var idi, keçmişdə var idi. Bir də Aybəniz müəllimə, Əhl-i-Beyt məclisləri ilə bağlı tədbirlər kimi təşkil edirik. Demək olar ki, xanımlar gəlir. Amma baxırıq ki, xanımlar ədəb ərkan qaydalarına riayət eləmirlər. Məsəl üçün, biz hərdən deyirik ki, danışmayın, olmaz. Əslində, bizim onlardan elədiyimiz xahiş Əhl-i-Beyt məclislərinin tələbidir. Düzdürmü? Bu xanımlara sözümüz nə olar? Bir də sualım nədir? Hüzur məclisləri olur. Qurani-Kərim oxunur, ayə, surə oxunur da, düzdürmü? Düzdür, indi ola bilər xanım hicabda deyil, amma ən azı bir örtü ilə orada əyləşməlidir də, hörmət naminə. Bununla bağlı istəyərdim ki, bir məsləhət, biz tövsiyəmiz nə olur?
Mənim bu mövzu ilə bağlı çox vaxt elə məclislərdə buna toxunuram, amma baxışım biraz başqa cürədir. Necə ki, bizim xanımlara ki, həmişə illərdir deyiblər ki, başınızı bağlayın məclisə girəndə, Quran oxunanda ayaqlarınızı yığışdırın, ayağınızın üstünü örtün, düzdürmü? Quran oxunanda başınızı örtün, məclisə girəndə başınızı örtün. Bu İslam danışıla bilinməyib, təbliğ oluna bilinməyib deyənə. Onlar bunu saxlaya biliblər. Nisbətən Qurana hörməti saxlaya biliblər. Amma indiki dövrdə bu sözlərdən çox xanım hicab örtmək istəmir. Xanım saçını saraldıb kosmetika ilə gəlib məclisə. Xanım ağlamaq belə istəmir ki, kibri yayılacaq. Diqqət edin. Belə bir xanıma hicab örtdürsən məclisdə, o oradan tələsi çıxar ki, haçan çıxım mən bu məclisdən. Amma bizə lazımdır ki, otursun o söhbətləri eşitsin. Söhbətə də qulaq asmırlar, inanın ki. Vallahi söhbətdən baxır, söhbətdən asılıdır. O da ola bilər. Elə söhbət, bu günləri cəmaatın məclisin nəbzini tutan söhbətlər lazımdır ki, insanlara nə lazımdır? Bugün insanları oyatmaq lazımdır, ayatmaq lazımdır ki, onlar bilsinlər ki, mövzu nədir? Bugün insanlara nəyi çatdırmaq lazımdır? O mövzulara baxmaq lazımdır. Diqqət eləsiz, hamısı dərdlidir ya. Bəli. Hamısının qəlbində bir hüzün var. Hamı kədərlidir. Yol boyu gedirlər, insanlar hərə öz ayındadır. Heç, yəni yoxdur, sevinç yoxdur üzlərində, qəlblərində sevinç yoxdur. Doğrudan dərd, problemlər onları alıb aparır. Amma bunların kökü, izah eləsən ki, bunlar hamısı sənin Allahdan uzaqlaşmağına görədir. Amma şirin-şirin, qəşəng-qəşəng, hiss eləmədən ki, o başa düşsün ki, doğrudan məndən nə istənilir, mən nəyin əziyyətini çəkirəm. Deməli, Allahın bir dənə ayəsi var ki, ya, Rəd surəsi 28-ci ayə olmalıdır səhvlərimsə, Allahı zikr etməklə insanların qəlbləri aramlıq tapar. Yəni, sənin qəlbin narahatdır bugün, səbəbi odur ki, Allahı zikirləmirsən. Yəni, Allahı unutmusan. Zikir, yəni dil zikri yox, unutmusan. Xatırlamaq lazımdır. Xatırlasın, ya necə? İnsanın xatırlamağına bağlıdır Allahın xatırlamağı. Birinci addım insandandır. Bir də o Əhl-i Beyt məclisləri artıq bilirik ki, indi hicablı xanımlar gəlir də. Amma bu məclislər diriliş məclisləridir, düzdürmü? Götürən üçün. Bəli. Bir də görürsünüz, baxırsınız hicablıdır, amma heç ədəb erkən qaydalarına riayət eləmir. Danışmağa gəlib, söhbət eləməyə gəlib, şəkil çəkdirməyə gəlib. Özünüz də bizim tədbirlərdə olmuşsunuz. Dəfələrlə görün. İrad bildiririk. Bizə belə deyim, geri dönüş edirlər ki, siz bizim qəlbimizi bu məclislərdə qırırsınız. İndi biz söz deməyək. Bunun yolu, bunun gözəl yolu, mən belə düşünürəm ki, bir qəşəng söhbət eləmək üçün bir şərait yaratmaq lazımdır onlara əvvəl, məclisin əvvəlində. Yaradırıq əslində. Yaratmaq lazımdır. Bilirik, bir-birinizi çoxdan da görmürsünüz, bir-birinizə nə bilim, təşviq olunmuşsunuz, bu günləri bir-birinizi görüb sevinirsiniz falan. Amma ki, inşallah ki, onları da anlamaq lazımdır. Çünki onlara da o lazımdır. Onlar doğrudan da ehtiyacları var. Möminə ehtiyacı var. Onlar bir-birlərini görməyəndə çox darıxılı. Mən fikir vermişəm. Onlar o halda heç nə düşünmürlər. Bir-birlərini görürlər, hal-əhval tuturlar. Sən birinci buna şərait yarat, qoy da qəşəngcə görüşsünlər, danışsınlar. Ondan sonra lazım olan söhbət verlə, ondan sonra lazım olan sözü deyilən. Amma elə yarım 15 dəqiqə olsun, 20 dəqiqə olsun, amma elə sözlər olsun ki, onlara doğrudan da bir şey versin. Vallahi mən inanmıram o məclisdən onlar getmək istəsinlər. Yox, olur elə ki, məsəl üçün hamısına aid deyil. İlahiyyatçı danışır, xanımlar da danışır özləri üçün. Bu indi ilahiyyatçı gəlib düzdür, vaxt ayırıb da. Nə orada məqsədimiz maariflənmədir, təbliğdir. Bir qulaq asın, sonra yenidən danışarsınız da. Yəni belə hallar olur da, özünüz bilirsiniz. Əvvəl mən sizə təşəkkür edirəm. Minnətdaram. Allah canınızı sağ eləsin. Sağ olun, sağ olun. Və əziz dəyərli izləyicilərimiz, əslində din qadağalarla deyil, hidayətlə yaşayır. Allah insana ağıl, qəlb və seçim verib. Məcburi edilən ibadət yox, sevərək edilən ibadət insanı Allaha yaxınlaşdırır. Həqiqi iman da qorxudan deyil, qəlbdən gəlir və Allah bizə məcburi yox, doğru yolu göstərərək özünə dəvət edir, çağırır və həmin o doğru yolda Aybəniz müəllimə Quran-ı Kərim və Əhl-i Beyt əleyhissalamdır, düzdürmü? Amma biz ondan doğru şəkildə istifadə eləsək. Bəli. Mən ümidvaram ki, bugünkü söhbətimiz mövzuya daha doğru baxmağa kömək etdi və X media əməkdaşlarına təşəkkür edirəm. Allah müvəffəq eləsin bu işlərdə. Əziz dəyərli izləyicilərimiz, diqqətinizə görə təşəkkür edirəm. Növbəti görüşlərədək hər biriniz Allaha əmanətsiniz.